Salam əziz dostlar, AZS-in məlum qərarlarından sonra Boxer şirkəti də tarif dəyişikliyinə gedir. Bununla bağlı şirkət açıqlama yayıb. İstəyirəm həmin açıqlamanı sizin diqqətinizə çatdırım. Yeri gəlmişkən AZS növbəti dəfə açıqlama yayıb. Həmin açıqlamada baş verənlərə aydınlıq gətirib, bütün mətləblərə aydınlıq gətirilib. Az sonra bu barədə danışacaq, qısaca, lakonik olaraq həmin məlumat barədə sizə məlumat verəcəm. Hələlik isə Boxer şirkətinin yaydığı məlumatı diqqətinizə çatdırıram. Boxer şirkət tərəfindən göstərilən xidmətlərin istifadə imkanlarını genişləndirmək məqsədilə öncədən ödənişli tariflər üzrə bir sıra yeniliklər tətbiq olunacaq. Yeni qaydalara əsasən 4-7-ci ay 2025-ci il tarixdən etibarən abunəçilər nömrənin açıq qalma müddətini yalnız balans artırmaqla deyil, həm də tarifin abunə haqqını ödəməklə uzada biləcəklər. Bu o deməkdir ki, abunə haqqı ödənildikdə nömrə tarifin istifadə müddəti ərzində iki tərəfli açıq qalacaq. Nümunə üçün, abunəçi xəttin 30 gün açıq qalmasını istəyirsə, sadəcə ona uyğun tariflərdən birini seçib abunə haqqını ödəməsi kifayətdir. Nömrənin istifadə müddəti ilə bağlı şərtlər dəyişməz olaraq qalır. 23-6-cı ay 2025-ci il tarixdən etibarən gün boyu 0, yeni doğma, əla saat, ilk, cin 1, sevimli cin, doğma cin və gəlirli cin tariflərinin 30 günlük abunə haqqı 3 manat 99 qəpik təşkil edəcək. Bu abunə haqqına uyğun olaraq abunəçilərə bütün istiqamətlər üzrə 40 dəqiqə ölkə daxili danışıq və 400 megabayt internet təqdim olunacaq. Bu tariflər üzrə hazırda tətbiq olunan gündəlik, həftəlik və aylıq abunə haqqları dayandırılacaq. Tarifin abunə haqqının ödənilməsi üçün balansda kifayət qədər məbləğ olmadıqda, ödəniş məbləğindən asılı olaraq nömrənin xətti 100 günədək aktiv qalacaq. 25-7-ci ay 2025-ci il tarixdən etibarən aşağıdakı internet paketlərinin şərtlərində dəyişikliklər qüvvəyə minəcək. Bu dəyişikliklər yeni internet paketi qoşulmalarına və keçid etmək istəyən abunəçilərə şamil olunacaq. Artıq abunəçilər saatlıq internet paketlərini günün istənilən vaxtında limitsiz sayda əldə edə biləcəklər. Beləliklə, 1 saatlıq limitsiz internet paketi 99 qəpik, 1 saatlıq, 3 saatlıq internet paketi 1 manat 99 qəpik təşkil edəcək. 3 GB internet paketi 8 manat 99 qəpik, 28 gün, 6 GB 11 manat 99 qəpik, 13 GB 18 manat 99 qəpik, 31 GB 28 manat 99 qəpik, 56 GB isə 38 manat 99 qəpik. Bütün bunlar 28 gün qüvvədə olacaq. Bundan başqa 0,35 GB 99 qəpik 1 günlük, 1,5 GB 1 manat 99 qəpik 1 gün, 2 GB-lıq isə 3 manat 99 qəpik 7 gün qüvvədə olacaq. Bu paketlərin mövcud abunəçiləri qeyd olunan tarixə qədər indiki şərtlərlə istifadə etməyə davam edəcəklər. Dəyişikliklər göstərilən tarixdən sonra növbəti yeniləmə zamanı avtomatik şəkildə tətbiq olunacaq. Eyni zamanda 25-7-ci ay 2025-ci il tarixdən etibarən günlük 1 GB, həftəlik 1 GB və 1,5 GB paketlərinə yeni qoşulmalar dayandırılacaq. Qeyd olunan tarixdən etibarən bütün iri həcmli internet paketlərinin istifadə müddəti 28 gün təşkil edəcək.